Deməli, başlayaq 6.1-dən. Əslində bu mətnlər çox asan idi. 6.1-də deyir ki, wearing a seat belt reduce the chance of serious injury during road accidents. Kəmər taxmaq ciddi qəzalarda, daha doğrusu ciddi yaralanmanın qarşısını alır yol qəzalarında. Reduce sözün biz keçmiş deyəsində çox işlənən sözdür. Əgər bilmirsə özünüzdə qeyd edin. Reduce azalmaq deməkdir. Azalmaq və yaxud da azaltmaq. Mətnə gələk. Mətndə deməli, baxın, burada yazılıb ki, wearing a seat belt saves lives. Həyatları xilas eləyir. It reduce, azaldır. Your chance of serious injury more than 50%. O deyir, sənin ciddi yaralanmağın qarşısını 50% alır. Onda deməli 6.1 nə olacaq? Olacaq true. 50% alırsa çox alır. Çox azaldır. Sonra baxaq 6.2-yə. Sometimes wearing a seatbelt deyir ki, bəzən kəmər taxmaq may be more unfavorable. Unfavorable sözün bilmirsə özünüzdə qeyd eləyin. Unfavorable əlverişsiz deməkdir. Bəzən deyir kəmər taxmaq əlverişsiz ola bilər. Then having a car accident. Maşın qəzalarından daha çox əlverişsiz ola bilər. Paragraf 3-ə baxsaq. Deməli, paragraf 3-də yazılıb ki, it may be worse. Deməli, itirdim həmin hissəni. It may be worse for them to wear a seatbelt. Ümumiyyətcə, paragraf 3-də bəzi xəstəliyi olan insanlardan danışılır, hansı ki, onlar kəmər taxa bilməzlər. Burada da deyir ki, onlar üçün kəmər taxmaq daha ciddi ola bilər, daha pis ola bilər. Than to be in a road accident without one. Yol qəzasından daha çox kəmər taxmaq onlar üçün pis ola bilər. Kimlər üçün? Burada yazılıb ki, müəyyən insanlar var ki, onlar kəmər taxmamalıdırlar because of their health problems, sağlamlıq problemlərinə görə. 6.2-də də deyir ki, bəzən kəmər taxmaq əlverişsiz ola bilər. Onda 6.2 olacaq true. 6.3-ə baxaq. Deyir ki, many drivers and passengers, bəzi sürücülər və sərnişinlər should avoid wearing seat belts on everyday occasions. Avoid sözün qeyd edilən yoldaşlar, avoid çox işlənən sözdür. Avoid boyun qaçırmaq deməkdir. Boyun qaçırmaq. Mən haradakı söz qeyd eləyirəm, yanınızda dəftəriniz olsun, özünüzdə qeyd edin. Bunlar önəmli sözlərdir. Deyir ki, çox sürücülər və sərnişinlər gündəlik hadisələrdə deməli kəmər taxmaqdan qaçınmalıdırlar. Həmin paragraf haqqında, daha doğrusu həmin cümlə haqqında danışılır 3-cü paragrafda. Deməli, yazılıb ki, drivers or front seat passengers, harada da itirdim. Paragraf 3-də deyil, paragraf 2-dədir. Yazılıb ki, drivers or front seat passengers, həm sürücülər, həm də deməli oturan sərnişinlər. In most vehicles, vehicle-da bu avtomobildir, avtobusdur, bunların hamısı nəqliyyat vasitələridir. Have to wear a seat belt. Kəmər taxmalıdırlar. Onda 6.3 nə olacaq? False olacaq. Çünki burada deyir ki, avoid, kəmər taxmaqdan çəkinməlidirlər, səhvdir. 6.4-də if the passengers do not wear a seat belt. Əgər sərnişinlər kəmər taxmasalar, they will definitely survive with minor injuries. Onlar deyir, minor kiçik yaralarla xilas olacaqlar. Deməli, bunun haqqında danışılır paragraf 1-də. Yazılıb ki, deməli, 50% riski azaldır da, düzdür. Burada yazılıb ki, 50% azaldır riski. Amma burada yazılıb ki, əgər kəməri taxmasa, kiçik yaralanmalarla xilas olacaq. Səhvdir. Çünki kəmər taxmaq 50% yaralanmanın qarşısını alır. Olacaq 6.4 false. 7-ci baxaq. 7-də soruşur ki, 3-cü paragraf nə ilə başlayır? Biz demişdik ki, paragraf nə ilə başlayır deyəndə nə paragrafdan əvvələ, nə də sonraya baxmırıq. Əsas hansı paragrafa baxmalıyıq? Paragrafın özünə və nöqtələrdən sonra gələn birinci və ikinci cümlələrə baxırıq. Ki, mütləq ki, orada bizə açar söz olacaq, yol göstərən söz olacaq. Yazılıb ki, one of these is when you are backing your vehicle. Bunlardan biri də nədir deyir? Backing your vehicle, bilsiz nə deməkdir? Sənin kürəyində falan problem olanda yəni.
Yazılıb ki, another is if you have a medical certificate. Digəri də əgər sənin tibbi sertifikatın varsa. Sonra da başlayır danışmağa ki, müəyyən insanlardır, hansı ki onlar kəmər taxmamalıdır, çünki onların tibbi sertifikatı var. Deməli, bu paraqrafda nədən danışdı yoldaşlar? Bu paraqrafda problemi olan insanların kəmər taxmaqdan azad olduqlarından danışılıb, düzdür? Deməli, nöqtələrin yerinə elə bir şey qoymalıyıq ki, ardıcıllıq olsun, məntiqi ardıcıllıq tamamlansın. Yazılıb ki, A variantında. Sometimes drivers allow children to sit in the front. Bəzən deyir sürücülər uşaqlara qarşıda oturmağa icazə verirlər. Uşaqlarla əlaqəsi yoxdur. A variantını çıxdım. B-də deyir ki, we have several reasons to wear security belt. Bizim deyir təhlükəsizlik kəmərini taxmaq üçün çoxlu səbəblərimiz var. Burada taxmaqdan yox, taxmamaqdan danışılır. B-ni də çıxdım. C variantında deyir ki, there are some factors influencing on our health. Bəzi faktorlar var, hansı ki bizim sağlamlığımıza influence eləyir, təsir göstərir. Xeyr, burada kəmərdən danışılır. D-yə baxın, yazılıb ki, you don't have to wear a seat belt. Sən kəmər taxmamalısan on certain conditions, müəyyən şərtlər altında. Müəyyən şərtlər dedikləri də nədir? Əgər tibbi sertifikatın varsa, kürəyində problem varsa, müəyyən sağlamlıq problemlərin varsa. Buradakı certain conditions bizim yol göstərən sözümüzdür. Cavab olacaq D variantı. Sonra baxaq 8-ə. 8-də yazılıb ki, the driver has to. Has to yoldaşlar, malı məli deməkdir. Malı məli modal sözdür. Keçəcəyik bunu. Sürücü neynəməlidir? İndi gəlin baxaq. Deməli, səhv eləmirəmsə, paragraf 2-də danışılırdı ki, the driver is not required to make you wear your seatbelt. Deyək ki, sürücünün heç bir öhdəliyi yoxdur ki, səni kəmər taxmağa məcbur eləsin. Lakin, he has to make children under 14. O, 14 yaşından aşağı uşaqları kəmər taxmağa məcbur eləməlidir. Deməli, sürücü neynəməlidir? 14 yaşından aşağı uşaqlara kəməri taxdırmalıdır. A variantı olacaq cavab. Make children under 14 və ya a seatbelt in the front seat. Qarşıda oturan uşaqları, daha doğrusu 14 yaşından aşağı uşaqları məcbur eləməlidir ki, kəmər taxsın. 9-cu sualda bizdən require sözünün mənasını soruşur. Ümumiyyətcə, yoldaşlar, yadınızda saxlayın ki, normalda require sözü özü tələb eləmək deməkdir, tələb etmək. Amma mətndə məcbur eləmək mənasındadır. Və mən sizə dərsə təzə başlayan vaxtlarımızda, əgər yadınızdadırsa demişdim ki, sizdən əgər sözün mənasını soruşursa, mətndəki mənasına baxırsınız. Əgər mətndə hansısa sözün mənasını soruşursa, mətndəki mənasına baxırsınız. Deməli, burada mətndəki mənasına baxsaq, require-yə. Require-dən baxın, burada danışılır. Elə bayaq baxdıq bura ki, 14 yaşından aşağı uşaqlara məcbur eləməlidir ki, kəmər taxsınlar. Burada məcbur etmək mənasındadır. A variantında desire sözünün mənası arzusunda olmaq deməkdir. Sözlərin mənasını yazıram, özünüzdə qeyd edin. Arzusunda olmaq. Acquire əldə eləməkdir. Restrict məhdudlaşdırmaqdır. Amma oblige məcbur etməkdir. Hansı ki, require ilə burada sinonimdir. Instruct-dakı inşa eləmək. Burada cavab olacaq D variantı. Amma əgər mətndə tələb eləmək mənasında işlənsəydi, onda sinonimi olacaqdı demand. Demandla require sözü bir-birinin sinonimidir. Cavab olacaq burada D variantı. Çünki buradakı require məcbur etmək mənasındadır. Sonra baxaq 10-cu suala. 10-cu sualda deyir ki, mətndə hansı sualın cavabı var? Which are some exceptions from wearing a seatbelt? Hansı deyil istisnalar var ki, kəmər taxmaya bilərsən? Əslində mətndə baxmağa ehtiyac yoxdur. İstisnaların olduğu nə idi? Tibbi sertifikatı olanlar, kürəyində problemi olanlar və müəyyən sağlamlıq problemi olanlar. Burada C hərfi düşməyib, exception sözüdür. Exception da istisna deməkdir. İstisnaları da ki bildik. Birin cavabı var. 2-yə baxaq. Which are the innovations except seatbelts?
Except burada istisnadır yoldaşlar. Keçən dəfə expect-lə accept-i fərqləndirmişdik. Expect gözləntisi olmaq idi, amma accept istisna deməkdir. Deyir ki, başqa kəmərlərdən başqa hansı ixtiralar sərnişinlərin təhlükəsizliyi üçün vacibdir? Həmin ixtiralardan danışılmır mətndə. 2-nin cavabı yoxdur. 3-də deyir ki, who is fined? Fine cərimələnmək deməkdir. Kim cərimələnir? Əgər 14 yaşında olan, 14 yaşı ilə üstü insanlar kəmər taxmırsa, kim cərimələnəcəkdir yoldaşlar? Sürücülər. Səhv eləmirəmsə, paragraf 2-də idi özdə. Cərimənin miqdarı da yazılmışdı ki, bu birisi mətndir. $50 cərimələnəcəksən. Baxın, yazılıb ki, if you are 14 or over, əgər 14 yaş üstüsənsə, it will be your responsibility to wear your belt. Sənin öhdəliyindir kəməri taxmaq. Amma əgər taxmasan, you can be fined up to $50. Sürücü yox, özün cərimələnəcəksən, əgər 14 yaş üstüsənsə. Deməli, 3-ün cavabı var. 3-ü götürürük. Sonra baxaq 4-ə. How many lives can be saved every year with the help of seatbelts? Deyir ki, hər il kəmərin köməkliyi ilə neçə dənə insanın həyatı xilas olur? Bu haqda məlumat yoxdur. 4-ü çıxdıq. 5-ə baxaq. Which parts of the body are protected while wearing a seatbelt? Deyir, kəmər taxarkən sənin bədəninin hansı hissələri qorunmuş olur? Bu haqda da məlumat yox idi. 10-cu sualda cavab olacaq 1 ilə 3. Birinci mətn hamıya okeydir. Sual olan var birinci mətndən? Okey. Sual olduqda kəsin soruşun. Sonra keçək ikinci mətnə. 11.1-də mat palçıq uşaqlar. Əgər bilmirsə mənasını yazın. Mat palçıq. Mud is cool, sərindir, terapevtik, yəni ki, necə deyim? Yaxşı gəlir də sağlamlığa. And people visit the volcans for their health. Və insanlar deyir ki, sağlamlığı üçün vulkanları ziyarət edir. Gəl həmin hissəyə baxaq. Baxın, burada yazılıb ki, the temperature of Azərbaycan's mud volcans, Azərbaycanın palçıq vulkanlarının temperaturu cooldur, sərindir. That local people, yerli insanlar və turistlər, take baths, vanna qəbul edirlər palçıq vulkanlarında and feel its health effects və onun sağlamlıq effektlərini hiss edirlər. Onda 11.1 nə olacaq? True. 11.2-yə baxaq. The great number of volcans located in Azerbaijan is an extremely unusual natural occurrence. Deyək ki, Azərbaycanda yerləşən külli miqdarda vulkanlar qeyri-adi təbii proseslərdir, təbii baş verən şeylərdir. Birinci paragrafa baxsaq, deməli elə ən birinci cümlə. Yazılıb ki, mud volcans are rare in the rest of the world. Dünyada nadirdirlər palçıq vulkanları. Amma deyir, təxminən dünyanın 700 palçıq vulkanından 300-ü Azərbaycanda yerləşir, Əncə Kaspiyan Sea və Xəzər dənizində yerləşir. Onda 11.2 nə olacaq? True olacaq. Prosta ki, bu 11.2-də vulkanın qabağına mud sözündə yazmalıydılar. Çünki Azərbaycanda od vulkanları yoxdur, axı çoxu palçıq vulkandır. Ona görə biraz qarışdıra bilərlər uşaqlar. 11.3-ə baxaq. The volcans are very dangerous. Deyək ki, vulkanlar çox təhlükəlidirlər. And no one can go near them. Və heç kəs onlara yaxın dura bilməzlər. Amma 11.3-ə baxsaq, 11.3-də axı deyir ki, vulkanların həm də health effektləri var, sağlamlıq effektləri var. Əgər insan buna yaxınlaşa bilməzsə, necə onu gedib ziyarət eləyə bilər sağlamlığına görə? Onda 11.3 nə olacaq? False. 11.4-ə baxaq. Volcans are located all over Azərbaycan. Vulkanlar deyir, Azərbaycanın hər tərəfində yerləşirlər. Amma paragraf 3-ə baxsaq, yazılıb ki, palçıq vulkanları situated in-də yerləşməkdir. Located in-də yerləşməkdir. Yerləşirlər harda? Azərbaycanın Qobustan State Reserve-də. Sonra burada Qavaldaş yazılıb, burada. Amma burada yazılıb ki, all over Azərbaycan, Azərbaycanın hər tərəfində. Ona görə 11.4 olacaq false. Baxaq 12-ci suala. Deyir ki, birinci paragraf hansı cümlə ilə başlaya bilər?
Burada əslində cavab variantları çoxdur, çünki buna iki yanaşmadan baxa bilərsiniz. Həm dünyada yerləşən bütün vulkanları nöqtələrin yerinə qoymaq olar, həm də ki, sırf Azərbaycanla bağlı ora bir fikir qoymaq olar. Gəlin yenə də baxaq. Birinci paraqrafda nöqtələrdən sonra gələn hissədə yazılıb ki, palçıq vulkanları dünyada nadirdirlər. Nə bilim, 700-dən 300-ü Azərbaycanda yerləşir. Həm vulkanlardan ümumi məlumat verir burada, həm də Azərbaycanda yerləşən vulkanlardan danışılır. Ona görə buna iki cür yanaşa bilərik. Bax, burada ya götürə bilərik ki, D-ni ya da Y-ni götürə bilərik. D-ni götürə bilərik Azərbaycana görə. Azərbaycan is famous for its mud volcans all over the world. Azərbaycan deyir, palçıq vulkanlarına görə bütün dünyada məşhurdur. Sırf orada 700-dən 300-ü Azərbaycanda yerləşir dediyinə görə. Yeni də ona görə götürə bilərik ki, palçıq vulkanlarından söhbət gedir. Mud volcans are one of nature's most unusual creations. Dünyanın qeyri-adi yaratıqlarından biridir. Burada D dolar, Y dolar əslində. Əgər götürmüsünüzsə, Y variantda səhv deyil, yəni. Sonra baxaq 13-cü suala. Mud volcans are evidence of. Evidence, yoldaşlar, sübut deməkdir. Sübut sinonimi də proofdur. Deyir ki, palçıq vulkanların nəyin sübutudur? Paragraf 1-ə baxsaq, deməli, yazılıb ki, Azərbaycan's mud volcans are visible signs of oil. Azərbaycanın palçıq vulkanları görünən işarələridir. Nəyin? Neftin and qaz reserves və qaz ehtiyatlarının, hansı ki, Kaspiyan regionunun altında gizli şəkildə yerləşir. Deməli, nəyin göstəricisidir? Neft və qaz ehtiyatlarının göstəricisidir. Onda nə olacaq? Oil and gas under the ground. Torpağın altında yerləşən neft və qaz ehtiyatlarının. Cavab olacaq D variantı. 14-cü sualın cavablarda səhv vermişdilər. Rezervuar bilirsiniz nə deməkdir uşaqlar? Depo, bizdə deyirlər, depo da yəni hardan gəldiyi yer. Bu depodur, yığın yəni. Amma səhv eləmirəmsə cavablarda source vermişdilər, mənbə. Source mənbədir, store amma depo deməkdir. Burada cavab Y variantıdır. Gəlin yenə də cümlənin üstündə baxaq. Deməli, cümlədə baxsaq, altından xətt çəkilməyib mətndə. Mətndə altından xətt çəkilməyib. Amma tapdım. Edip mad rezervuar. Deyir ki, palçıq ehtiyatı nə ilə əlaqəlidir? Surface of the earth. Yer kürəsinin səthi ilə. Is the source of eruptions. Hansı ki, püskürmələrin mənbəyidir. Burada depo, mənbə mənasında işləndiyinə görə cavab olacaq store. Lake göldür. Spring yazdır. Ponddakı gölməçədir. Bilmirsə qeyd eləyərsiniz. Sonra baxaq 15-ci suala. How many mud volcans exist in the territory of Azərbaycan? Azərbaycan ərazisində nə qədər palçıq vulkanı yerləşir, mövcuddur? Bayaq dedik, nə qədər idi? 300. Birin cavabı var. What causes the eruptions of mud volcans? Nə səbəb olur deyir palçıq vulkanlarının baş verməsinə? Əslində onu da bayaq dedik. Deməli, birinci paragrafın sonunda deep mud rezervuar, dərin deyil palçıq deposu, hansı ki, yer kürəsinin səthi ilə əlaqəlidir, püskürmələrin mənbəyidir. Deməli, səbəb olan nədir? Dərin palçıq. 2-nin də cavabı var, 2-ni də götürürük. 3-də soruşur ki, how often do they erupt in Azərbaycan? Azərbaycanda nə qədər tezliklə baş verir? Ümumiyyətcə, yoldaşlar, burada görmüşkən sizə qeyd edeyim, siz də bilin. How often var, how long var, when var, bir də what time var. Bu suallarla sizi çaşdıra bilərlər. Sizdən how often soruşanda tezliyi soruşurlar. Hərəkətin nə qədər müddət, daha doğrusu nə qədər tezliklə baş verdiyini soruşurlar. Məsələn, sizə deyə bilərlər ki, həftədə neçə dəfə ingilis dilinə qoşulursunuz? Deyirsiniz ki, həftədə 2 dəfə. Həftədə 2 dəfə demək hərəkətin tezliyidir. Yəni, how often-dan sual verə bilərsiniz twice a week-ə.
Twice a week həftədə 2 dəfə. Buna how often-dan sual verəcəksiniz. Buradan yazacaq how often. How long-la hərəkətin nə qədər müddətdə davam elədiyinə sual verirsən. Məsələn, deyirsən ki, mən bir ayda ingilis dilinə qoşuluram. Tutaq ki, for a month. Bir aydır. For a month-a sual verəcəksiniz how long-la nə qədər müddət davam elədiyinə. When-lə what time-ın ikisi də nə vaxt deməkdir. Amma when-lə what time-ı sizi mətndə çaşdıra bilərlər. When-lə istənilən zamana sual verə bilərsiniz. İstənilən zamana. Amma what time-la dəqiq zamanlara sual verəcəksiniz. Əgər ortada dəqiqlik yoxdursa, what time olmaz. O nə deməkdir? Məsələn, tutaq ki, deyirsən ki, 1-2 həftə olar ki, nənəmi ziyarət eləmişəm. Sən buna what time-la sual verə bilməzsən. Çünki 1-2 həftə olar ki, deyirsən. Bu 1-2 həftə dediyin ayın 5-i də ola bilər, ayın 2-si də ola bilər. Amma konkret desən ki, avqustun 2-sində nənəmi ziyarət eləmişəm, onda olacaq what time. Benlə what time-ın fərqi də budur. Bu qeydləri özünüzdə apararsınız, mətndə bundan çaşdıra bilərlər çünki. Burada da how often-dan soruşur. Deyək ki, Azərbaycanda nə qədər tezliklə vulkan püskürür? Tezliklə bağlı məlumat yoxdur. 3-ü çıxdım. 4-də deyir ki, what kind of disease? Disease xəstəlikdir. Hansı xəstəlikləridir? Palçıq vulkanları müalicə eləyə bilər. Xəstəliklərin adı çəkilmir. 5-də də soruşur ki, what is the temperature of the mud erupted from the volcans? Vulkandan püskürən palçığın temperaturu nə qədərdir? Bu haqda da məlumat yoxdur. Cavab olacaq 1-lə 2. 1, 2. Əli atdı qrupa. Siz də oradan istifadə edərsiniz. Sonra keçək tərcümə tipli suala. 16-cı sual tam tərcümədir. Amma təxmini olaraq bilirsiniz nədən tuta bilərsiniz? Məsələn, burada masla sual verib, düzdür. Deməli, bu adam masla danışıb ki, bu da ona masla sual verib. Deyir ki, must you really? Həqiqətənmi deyir, eləməlisən? Nəyi eləməlidir? Bax, o dəqiqə mənim gözümə 3 göründü. I am afraid. I must go now. Deyir, qorxuram ki, bu dəqiqə getməliyəm. Bura qayaq 3-ü. O da deyir ki, həqiqətənmi getməlisən? 3. 3-lə başlasaq, B ilə Y variantım çıxdım. Sonra da deyir ki, well, thank you very much for coming. Gəldiyinə görə çox sağ ol. Deməli, bu adam çıxıb gedir də, düzdür. Buna cavab verir. 1. Deyir ki, yes, I get up rather early. Çox deyir, erkəndən qalxmışam. 3, 1. 3, 1 ilə davam etsək, cavab çıxdı. Əslində, yenə də baxaq. Bu da cavabında deyir ki, goodbye. Please give my best wish to Mr. Simon. Mr. Simon'a deyir, gözəl arzularımı çatdır. Onda 3, 1-dən sonra nə gələcək? 4. 4-də deyir ki, thank you for the most enjoyable party. Çox əyləncəli partiyə görə çox sağ ol. 4. O da deyir ki, sağ ol. Sağollaşıb gedir. Onda cavab olacaq A variantı. 3, 1, 4. Sonra 17-yə baxaq. 17 negativ cümlələrlə bağlı bir sualdır. Əslində, inkar cümlələrini ələ keçməmişik. Amma demək olar ki, testlərin üstündə sizə başa salmışam inkar cümlələri. Burada verilən cümləni inkara çevirməliyik. Ümumiyyətlə, yadınızda saxlayın ki, cümləni inkara necə çevirirlər? Ya götürürsən əsas feilin qabağına, ardına daha doğrusu. Not artırırsan, olur inkar. Ya da ki, hansısa bir inkar əvəzi yapa bilərsən ora. Bu neyzə də ola bilər. Bu nevə də ola bilər. Baxır cümləyə yəni. Birincisi onu deyim ki, Jane sizdə does shopping yazılıb burada. Does shopping, to do shopping ifadəsidir. Hansı ki, keçən dəfə sizə demişdim, 2 dənə do-nun yan-yana işlənməyinin səbəbi nədir? Do-nun birincisi köməkçi feili idi, ikincisi də əsas feili idi. Məsələn, siz bu cümləyə necə sual verərsiniz? Birinci onu soruşum. Sizə desəydilər ki, bu cümləyə sual ver. Necə sual verərdiniz? Jane sizdə does shopping herself. Sata yazın, baxın. 30 saniyə. Fikirləşin. Deyir, Jane'in bacısı alışverişi öz eləməlidir. So does Jane. Həmçinin də Jane. Bu cümləyə necə sual verərsiniz?
Başka varyant olan var Lemandan başka. Does Jane sister himself? Aytekin, sen vapşe Jane'i götürdün oğlan elədin. Himself hardan gətirdin ora? Lemanın yazdığı varyant düzdür. Bax, mən deyirəm ki, ifadə to do shoppingdir. Buradakı do əsas feil do'dur. Buradakı do əsas feil do'dur. Yəni sən bu cümlənin hansı zamanda olduğunu hardan tutursan? Does ardına is artırıb və üçüncü şəxsin təkidir. Deməli cümləm hansı zamandadır? Present simple, indiki sadə zamanda. İndiki sadə zamana mən nə ilə sual verirəm? Ya do ilə, ya da does-la. Bu da üçüncü şəxsin təkində olduğuna görə does-la sual verəcəm. Cümləm necə olacaq? Does olacaq Jane sister. Biz de demiştik ki, üçüncü şəxsin təkinə sual verəndə feilin sonundakı s şəkilsini atıram. Does Jane sister do shopping olacaq. Do shopping olacaq. Çaşıb Aytekin kimi himself yazırdım. Herself. Aytekin, Jane'in bacısı qadın cinsindədir. Sən ona himself deyə bilməzsən. Lütfen ki, sənin yazdığın cümlədə Jane sister'dən sonra əsas feilin yoxdur axı, köməkçini yazmısan. Buradaki birinci does köməkçi feildir. Hansı ki, indiki sadə zamanı onunla sual verirəm. Buradaki do əsas feildir. Hansı ki, təsdiqdə olanda does olub. Sual verəndə ardındakı s atırıq axı, ona görə olur do. İndi bizdən istəyir ki, bu cümləni inkara çevir. İnkara çevirəndə ya eləyəcəksən ki, Jane sister doesn't do shopping olacaq. Ya da ki, ora never falan ata bilər ki, inkara çevrilsin. Gəlin variantlara baxaq. A variantında yazıb ki, never doesn't. Ümumiyyətcə biz demişdik ki, bir sadə cümlədə iki dənə inkar ola bilməz. A variantı tamamilə səhvdir. Zaten never cümləni inkara çevirir. Ondan sonra bir dənə not artırmağın nə mənası var? A getdi. B'yə baxaq. Jane sister, bax, doesn't do. Mən dediyim variantda bu. Birinci doesn't köməkçi feildir. Hansı ki, cümləni inkara onunla çevirirsən. İkinci do əsas feildir, əsas. Burada does olub, inkara çevriləndə s'in artırıb do olub. Və yadımızda saxlayın ki, qısa cavablarla cavab verəndə inkara inkarla cavab veririk. Neyse, does Jane deyə bilərsiniz ki, niyə does qabağa getdi? Sual şəklində oldu. Həmişə cümləyə qısa cavablarla cavab verəndə onu keçəcəyik inşallah. 3 ildir ki, qəbula düşür özdə. Birinci köməkçi feil gəlir, köməkçi feil. Ondan sonra mübtəda gəlir. Cümlənin köməkçi feili hansıdırsa, cümlə hansı zamandadırsa, qısa cavablarla cavab verəndə həmin zamanla cavab verməlisən. Cümləm hansı zamandadır? İndiki sadə zamanda və inkardadır. Həmişə inkara, müsbətə də müsbətlə cavab verməlisən. Məsələn, cümlənin özündə, orijinal versiyasında does shoppingdir. Cavab verib soyla, yəni təsdiqlə, so does Jane-lə. Burada inkara çevirib, inkarla da cavab verib, neyzə ilə. İnşallah bu qaydanı sizdən keçəcəyik. Çox önəmli qaydadır. Jane-in səhvinə baxaq. Jane-in səhvi nədir? C'də birinci cümlədə problem yoxdur. Doesn't do shopping herself dedi. Amma eyzə heç vaxt təsdiq cümlədə işlənmir. Eyzə həmişə inkar cümlənin sonunda işlənir. Burada olmalıydı. Jane does not eyzə. D variantının səhvinə baxaq. Bax, dedim ki, cümlə hansı zamandadırsa, onunla da cavab verməlisən. Burada does-la danışıb, bura gətirib has yazıb. Olmaz. D variantı buna görə səhvdir. Y'yə baxaq, y'nin səhvi nədir? İnkar cümləsinin sonunda heç vaxt to işlənə bilməz. Y variantı ona görə çıxdı. Cavab olacaq B variantı. Sonra baxaq 18-ə. 18 zamanlarla bağlı bir sualdır. Zamanları həll edəndə mən sizə demişdim ki, birinci nə edirik? Uzlaşmayan variantları çıxırıq. Keçmiş keçmişlə uzlaşırdı. İndiki həm indiki ilə, həm gələcəklə uzlaşırdı. Gələcək zamansa ancaq indiki zamanla uzlaşır. Burada baxaq görək uzlaşmayan variant varmı? Uzlaşmayan variant yoxdur. Hamısında keçmişlərdir. Bir də yadınızda saxlayın ki, when-dən sonra bitmiş zaman olmaz.
bitmişlərin heç birisi olmaz. When plus bitmişlər olmaz. Əgər when-dən sonra bitmişlər olmazsa, Y variantını çıxdım. When-dən sonra davam edici zamanda olmaz. D variantında çıxırıq. When-dən sonra həmişə gələcək sadə zamanlar. Ya indiki sadə, ya da keçmiş sadə. When Napoleon reached this town, deyək ki, Napoleon şəhərə çatanda, at last he, sonunda o, oranı nə içində gördü? Alovlar içində gördü. Gördü deyirəmsə, olacaq so, həm də tərcüməyə baxın, so. Onda deməli C variantı getdi. Görmüşdü demirəm ki, gördü deyirəm. In a short time, qısa müddət ərzində hər şey dağıdılmışdı. Əgər mən dağıdılmışdı deyirəmsə, deməli cümləm nədə olmalıdır? Məchul növdə olmalıdır. Məchulda olmalıdırsa, had destroyed olmaz. Əgər mən bura had destroyed yazsam, bu şəkildə yazsam, deyirsən ki, hər şey dağıtmışdı. Hər şey dağıtmışdı yox, kimsə tərəfindən dağıdılmışdı. Və bitmişləri də məchula çevirəndə hədin üstünə bin gəlirsiz, üstünə də V3 gəlirsiz, olur bitmişin məchulu. Onda necə olacaq? Had been destroyed. Cavab olacaq B variantı. Məchulu da keçməmişik deyə biraz çətin gələ bilər sizə. A variantında məchulda olmadığına görə çıxdıq. 19-a baxaq. The present constitution of the USA was proclaimed. Proclaim sözünün bizdən nəyin soruşur? Sinonimin soruşur. To proclaim, yoldaşlar, elan etmək deməkdir. Proclaimdir, declare'dir, bir də announce'dur. Bunlar hamısı elan etmək deməkdir. Elan etmək. Onda cavab nə olacaq? Declare olacaq. Publish'i bilirik ki, çap eləməkdir. Discuss müzakirədir. Elect seçməkdir. Print də çap etmək. Cavab olacaq B. 20-yə baxaq. Everything can be explained. Deyək ki, hər şey izah edilə bilər. Hər şeyin nəyi var? Səbəbi var. Səbəb nədir? A variantı. Reason. 1-ə gedəcək A. 2-yə baxaq. What was Emma's to the news about her students? Emma'nın tələbələri haqqında olan xəbərlərə nəyi? Reaksiyası nə oldu? 2-yə gedəcək Y. 3-ə baxaq. There has been a in the amount of traffic on this road. Bu deyir yolda olan probkanın miqdarında nə olub? Azalma olub deyə bilərik. 3-ə gedəcək B. O biri variantlar məncə heç birinə getmir. A, Y, B. Hansı variantdır C-də? Decrease azalmaqdır. Damage zədə ziyandır. Unemployment da işsizlikdir. İşsizlik. Qutardı yoxsa davamda var? Qutardı. 20 dənə sualdan problemi olan var. Bütün suallar hamı okeydir, dəqiq. Qaranlıq qalan varsa soruşun. Niyə səsiniz çıxmır? Görüm dərsdən çıxan var. Aydındır mənim. Aydındır mənim. Okey. Dərsdən çıxan yoxdur. Mən sizə antonimlər vermişdim, hə? Bəli, Antonimlə əvəzliyi. bəli. Birinci antonimlərdən olan səhvlərinizi yazın, sonra da əvəzliyə baxaq. Dalıyca da sizə zamanların uzlaşmasını keçəcəm. Gələn dərsə də zamanları verəcəm. Bir dəqiqə ərzində çata yazın, baxıram. Buna kimi PDF açın.
Yazın səhvlərimiz başlayaq. Kənanın səhvləri ilə başlayıram. Başqa kimin səhvi varsa yazsın. Oldu, bir dənə Kənanın səhvi var. Dəqiqə baxım. Birinci gəlir 3. 3. Cowardly qorxaq deməkdir. Bunu çox uşaq niyəsə cəsur sözü ilə səhv salır. Cowardly qorxaqdır. Antonimi də olacaq brave. A variantındakı timid sözü də qorxaqdır. B'dəki Mən lazy də onu tənbəl. cəsurla səhv saldım. Ona görə timid götürmüşdüm. Niyə bütün tələbələr cowardly sözün cəsur bilir, bilmirəm niyə. Söz nəsə cəsur sözü ilə belə oxşar gəlir ona görə. Biraz cəsur vibe verir söz. Cavab olur D, brave. Antonimin soruşsa brave'dir. Sonra baxaq 5-ə. Arrival gəlişdir. Səndən antonimin soruşursa gediş deyəcəksən. Onda nə olacaq? Departure-də yola düşmək, getmək. Appearance görünüşdür. Absence-da yoxluqdur. O biriləri məncə bilərsiniz. A variantı sinonimdir bunun. Arrival da gəlişdir, coming də gəlişdir. Meeting-dəki görüşdür. Sonra baxaq 6-ya. Written form yazılı formadır. Yazılı formanın antonimi nə olacaq? Şifahi. Olacaq orally. Siz 100% ki, burada götürmüşsünüz by heart'ı. Bəli, müəllim. Nəhayət, əzbər deməkdir. Əzbər nə əlaqəsi var? Separately ayrı şəkildədir. Together birlikdə, advanced-dakı dərhal. Sonra 7. Behind arxasındadır. Arxasında. Qarşısında nə olacaq? Ahead of. A variantı. Opposite əksdir, əks tərəf. After sonradır. Far from uzaqdır. Among isə arasında deməkdir. Sonra 7-dən sonra 8 var. 8-də mild mülayim deməkdir. Mülayim. Şiddətli necə deyərsiniz? Severe. 100% burada götürüb changeable yazmışsınız. Changeable Əslində mənim dəyişkəndir. changeable antonim kimi gedə bilər. Dəyişkənlə mülayim. Hava Dəyişkənin, mənasında. dəyişkənin antonimi stable olar. Stabil. Bu daha uyğundur məncə. Stabillə dəyişkən. Bəli. Və yaxud da steady olar. Steady də stabildir. O biriləri də ki, bilərsiniz. Dry qurudur, warm da ilıqdır. Cool-dakı sərin. Baxım 8-dən sonra neçə gəlir? 8, 9. Stout nədir? Stout kök. Antonimi də olacaq sin. Arıq. Arıq həm var slim, həm də var slender. Bunlar arıqdır. Amma stoutun sinonimi, kökün sinonimi fət olar. Elə A variantındakı fət. Sonra 16, 20. 16 nədir? Dark qaranlıq. Cloudy də bulutludur. Bunlar asandır. Baxaq antonimlərini soruşur. Qaranlığın antonimi olacaq aydın.
İşıqlı daha doğrusu bright. Bulutlunun da sinonimi olar aydın, açıq olacaq clear. Cavab olacaq A variantı. 16'dan sonra 20. Wisely müdrik şəkildə, müdrikcəsinə. Antonimi nə olar? Axmaq şəkildə. Foolishly-dir də D variantı. Officially rəsməndir, rəsmi. Quickly cəlddir. Politely nəzakətlidir. Immediately dərhaldır, advance-ın sinonimidir o da. Bu ikisi də dərhaldır. 20'den sonra 25, 27. Cold soyuqdur. Puton da geyinməkdir. 100% götürüb putonun antoniminə putof yazmısınız. Düz deyirəm. Bəli, müəllim. Kimin səhvidir? 25. Putof təxirə salmaqdır. Çıxartmaq, soyunmaq take off'dur. Onu qarışdırmayın. Budur soyunmaq. Bu iki sözü də qeyd eləyin. Cavab olacaq D. 25'ten sonra 27, 30, 32. Purchase almaq. Satmaq da olacaq sold. B. Asandır axı, bunu niyə səhv yazmısan Əli? A variantı sinonimdirlər. Both da almaqdır. Take götürmək. Obtain əldə eləmək. Almaq, satmaq. Antonim elə olacaq. 30. Hansılar antonim deyil? Elə A variantı deyil. Reply cavab verməkdir. Cavab vermək. Amma quarrel mübahisə etməkdir. A'dır cavab. Bax, powerful güclüdür. Weak zəifdir. Sonra modest təvazökardır, təvazökar. Amma boastful lovğadır. Boring sıxıcı, funny də bilirsiniz, əyləncəli. Eagerly ürəkdən deməkdir. Ürəkdən, istəkli şəkildə. Indifferent nə deməkdir? Bu sözü bir dəfə yazdırmışdım sizə. Indifferent nədir? Özdə demişdim ki, fərqli sözlə heç bir əlaqəsi yoxdur. Həmişə bu söz üstündə tələbələrimlə dalaşırıq. Dəhşsiz deməkdir. Elə buna görə dalaşırıq. Indifferent sözünün fərqli sözlə heç bir əlaqəsi yoxdur. Fərqlə ümumiyyətcə əlaqəsi yoxdur. Laqeyd. Ay, sağ ol. Hı. Indifferent laqeyd deməkdir. Y-də də istəkli şəkildə laqeydcəsinə antonimdir. Y-də heç bir problem yoxdur. Cavab A'dır. Bu sözü qeyd eləyin özünüzdə. Indifferent'ın sinonimi də unwillingdir. İstəksiz, könülsüz. 30'dan sonra bir dənə qaldı 32. Entrance girişdir. Başlanğıc giriş. Onda nə olacaq? Final olar da son. The entrance exams, final exams. B olar cavab. Planla indi səhvlərimizi yazılana da baxaq. Sonra keçək zamanlara. Bugün işimiz çoxdur biraz. Elə bundan sonradır. Birdən 35'e kimi vermişdim səhv eləmirəmsə. Yazın baxaq.
23-dən başlayaq. O birlər yazdıqca baxarıq, vaxtımız getməsin. 23 Günəşin səhvidir. Deyək ki, I asked two people the way to the station. Stansiyaya gedən yolu 2 nəfərdən soruşdum. Lakin burada ziddiyyət yarandı. Heç biri mənə kömək edə bilmədi. Əgər söhbət 2 nəfərdən gedirsə, olacaq neither of them. Amma burada 2 nəfərin əvəzinə 3, 4, 5 olsaydı, none of them olacaqdı. Mən sizə nanla neizənin fərqini demişdim, səhv eləmirəmsə. Nan deyəndə 3 plus nəfərdən söhbət gedir. Amma neizə deyəndə 2 nəfərdən. Boss da deyəndə 2 nəfərdir. Each of, eyza of da deyəndə 2 nəfərdir. Amma nan of deyəndə 3 və daha artıqdır. Cavab olacaq C. Sonra baxaq 26-ya. Maşallah Kənan. Səhvlərimin maşallahı var. 26-ya baxaq. Deyir ki, as burada görə mənasındadır. Hər şey aydın olduğuna görə və yaxud da heç nə aydın olmadığına görə. Baxaq cümləyə. Deyə bilərik ki, hər şey hamıya aydın olduğuna görə, əslində burada cümlənin sonundan başlasaq daha məntiqli olar məncə. Burada mənim gözümə ilk girən inkardır. Biz də demişdik ki, inkardan sonra nə işlənir? Eni və eninin törəmələri, düzdür? Elə üçüncü tərəfdən başlayanda cavab çıxır da, inkardan sonra sam işlənməz. Bir cümlədə 2 dənə inkar olmaz, sam işlənməz, samları çıxdıq, cavab öz-özünə çıxdı, Y variantı. Hər şey hamıya aydın olduğuna görə başqa nəsə deməyəcəm. Cavab olacaq Y. Sonra getdik Kənanın səhvlərinə. 4. There were a lot of boys in the room. Otaqda çoxlu oğlanlar var idi. Sonra baxaq. Deyə bilərik ki, bəziləri oxuyurdu, bəziləri də dans eləyirdi. Və yaxud da digərləri də dans eləyirdi. Onda necə olacaq? Some were singing, bəziləri oxuyurdu. Others were dancing. Olacaq B variantı da. Bax, burada nobody yaza bilməzsən. Çünki mən sizə demişdim ki, törəmələrin xəbəri həmişə təkdə olur. Bu qaydanı yadınızdan çıxartmayın. Buradakı xəbər cəm xəbərdir. Ona görə törəmələri çıxırsan. D də gedir, C də gedir. Sonra burada ikinci tərəfə baxsan yenə. Xəbər cəmdədir. Burada bir dənə də törəmə var. Novandan sonra were işlənməz. A da gedir. Y variantı niyə səhvdir? Z, A, Z-dən sonra mütləq isim olmalıdır. Birbaşa xəbər gələ bilməz. Y də gedir. Cavab olacaq B variantı. Sonra baxaq 5-ə. Samdan sonra isim mütləq gəlməli deyildi. Yox. Sam mübtəda rolunda da işlənə bilər, bəziləri kimi. Amma Z başqa deməkdir. Başqa nə? Başqadan sonra nəsə olmalıdır ki, mən bilimdə söhbət nədən gedir. Ona görə Z-dən sonra isim mütləqdir. Bildim mən. Okeydir? Tamam. Bəli. Sonra baxaq 5-ə. 5-də. Nöqtələrdən sonra off var. Biz də bilirik ki, every off deyə bir şey yoxdur. C variantı avtomatik getdi. Sonra nəyə baxaq? Baxıram ikinci tərəfə. İkinci tərəfə baxanda cavab çıxır. Own sewing machine. Hər kəsin özünün maşını var. Hər kəsin özünün var. Plus da ki, nöqtələrdən sonra ismi birləşmə var. Biz də bilirik ki, əgər yadımızda qalıbsa, müstəqil yiyəlik hallardan sonra nə işlənməz? İsim. Bəli, isim işlənməz. B də getdi, D də getdi, A da getdi. Cavab nə oldu? Y. Cavab öz-özünə çıxır, çıxdaşla işləyin. Sonra baxaq 6-ya. Burada bat var, yəqin ki, ziddiyyət yaranacaq. Deyə bilərsən ki, birincisi enini yaza bilmərəm, enidən əvvəl inkar olmalıdır. Əgər burada bir dənə not olsaydı, eni yazardım. Not olmadığına görə eniləri çıxıram. Çünki eni bilirik ki, inkardan sonra işlənir. İnkar plus eni və eninin törəmələri. Bu getdi. Sonra ikinci tərəfə baxsaq. İkinci tərəfdə hamısı yiyəlik haldır. Asılı yiyəlik hal.
Aslı yeri hallardan sonra da mütləq isimlər işlənməlidir. Herdü, maydı, bunlardan sonra isim olmalıdır. Amma cümlə burada qurtarıb. İsim falan yoxdur. İsim yoxdursa, mən bunları da çıxıram. B də getdi. Sonra Y də getdi. Cavab öz-özünə çıxdı. A variantı. That's nobody's business. Siz nə deməkdir? Yəni ki, bu heç kimin işi deyil, heç kimin işinə qalmayıb. Amma mənimdir, mənimkidir. Mənimki necə deyirik? Mine. Sonra nə gəlir altıdan sonra? 9, 10, 14. 9-a baxaq. Ümumiyyətcə, çalışın ki, nöqtələrdən sonra gələn ismə falan baxın ki, onda cavab çıxır. Birinci tərəfə baxsaq, birinci tərəfdə nöqtələrdən sonra isim var, amma ikinci tərəfdə yoxdur. İkinci tərəfdəki nöqtələrdən sonra feil gəlib. Nədən sonra feil işlənməz? Birinci olaraq çıxaq. Bax, əgər və içəcə apostrof S isə, apostrof S özündən sonra isim tələb eləyir. B getdi. Burada da apostrof S var. D getdi. Başqa nəyə çıxa bilərik? Başqa heç nəyə çıxa bilmərik. Baxaq. The workers of our plant are very sincere. Bizim deyir, yerin işçiləri çox səmimidir. And və bir-birinə kömək eləyir. Burada söhbət 2 nəfərdən getmir, işçilərdən gedir. Ona görə mən oraya içazə yaza bilmərəm. İçazə 2 nəfərlə işlənir. Amma van ənazə 3 plusla işlənir. Y variantı getdi. A ilə C-nin arasında qalmışam. Bir-birinə kömək eləyir. Olacaq help each one another to fulfill. Yerinə yetirməyə nəyi? Bizim işimizi, düzdür? Onun işin yox axı, bizim işimizi. Çünki ən başda biz qoymuşuq ki, our plant, bizim yerin işçiləri bizim işimizi tamamlamağa kömək eləyir. Onda cavab nə olacaq? C variantı. Sonra baxaq ona. Bax, elə cümlə başlayan kimi tool mənə göstərir ki, söhbət 2 nəfərdən gedir. 2 dənə dost bir-birini öpdü deyəndə necə olacaq? İcazətdə cavab A variantı. Asandır axı bu. Each one diye bir şey yoktur. Apostrof eslerden sonra isim gelmelidir. Another ones diye bir şey yoktur. Burada da apostrof es'ten sonra isim olmalıdır. Böyle bir şeydeki yoktur. Sonra baxaq, ondan sonra nə gəlir? Ondan sonra 17, 21, 26. On 17-yə baxaq. If you don't respect. Əgər sən hörmət eləməsən, söhbət səndən gedir. Biz də bilirik ki, qayıdış əvəzliyini nə təyin eləyir? Cümlənin mübtədası. Cümləmin mübtədası səndirsə, qayıdış əvəzliyim nə olacaq? Ya yourself olacaq, ya da yourselves olacaq. Yourself olacaqsa avtomatik A gedir, B, Y gedir, B gedir. Qaldım C ilə D-nin arasında. Əgər özünə hörmət eləməsən, eynidən əvvəl inkar olmalıdır, inkar yoxdur. Heç kim də sənə hörmət eləməyəcək. Cavab olacaq C. Asandır axı, tərcümə ilə çıxan şeyləri səhv yazmısınız. 17-dən sonra nə demişdim mən? 21, 23, 26. 23-ə baxdıq deyəsən amma. 21-ə baxaq. Deyir ki, biri Rusuydu, digəri Ukraynalıydı. So they could understand. Belə ki, onlar bir-birini. Ya van ənazə olacaq, ya da iç az olacaq. Van ənazə ola bilməz. Çünki söhbət 2 nəfərdən gedir. Rus və Ukraynalıdan, düzdür? 2 nəfərdən gedirsə, avtomatik olacaq Y-də. Belə ki, onlar bir-birini yaxşı başa düşürdü. Dən baxım, 23-ə baxmışıq. 26-ya da baxmışıq. Sonra nə gəlir? 27, 28, 29, 30, 33. 27. 27-də nöqtələrdən sonra isim var. Birinci mən enini çıxıram. Enidən əvvəl inkar olmalıdır. A getdi, B getdi. Sonra nəyə baxırıq? No'ya. Deyir ki, qrafinkada süd qalmamışdı. Look, bax gör, soyuducuda biraz var mı?
Burada yoldaşlar təsdiq cümləsində en işlənəcək. Niyə? Çünki burada istənilən mənasındadır. Get soyuducuya bax gör istənilən qədər var. Zaten hamısında no'dan sonra eni gəlir. Üçüncü tərəfə baxsaq, I put there, mən ora qoymuşdum biraz. Biraz qoymuşdum deyəndə necə olacaq? Some. Olacaq D variantı. Çünki biz bilirik ki, some'ın həm bəzi mənası var, həm də bir neçə mənası var. Biraz daha doğrusu. 28-29 da vardı məncə. Baxaq. Every'dən sonra isim gəlməlidir. Nöqtələrdən sonra birbaşa feil var. Birbaşa feil gəlibsə və təkdədirsə, deməli söhbət törəmələrdən gedir burada. A variantını çıxdım. Olun xəbəri cəmdə olmalıydı. Çünki mübtədam canlıdır. Hər kəs partidən həzz alır deyirsə, söhbət insandan gedir. Ol were olmalıydı. D də getdi. Qaldım B, C, Y-nin arasında. Hər kəs deyir partidən zövq alırdı. Bəziləri zarafatlaşırdı. Digərləri danışırdı. Onda necə olacaq? Sam. İkinci tərəfimə olacaq sam. Onsuz hamısında samdır. Ənazədən sonra mütləq isim gəlməlidir. C variantını çıxıram. Bilinən insanlardan söhbət getdiyinə görə qarşısında təyin edici artikl olmalıdır. Söhbət kimdən gedir? Partidəki insanlardan. Mən bilirəm də söhbət kimdən gedir. Deməli, ikinci dəfə danışanda qarşısına mütləq Z-si olmalıdır. Ona görə cavab Y olur. Z-siz olmaz. B-də qarşısında Z olmadığına görə səhvdir. 29-a baxaq. Deməli, inkar olmadığına görə avtomatik A-nı çıxdıq. Sonra baxaq ikinci tərəfə. İkinci tərəfə baxsaq, yenə ikinci tərəfdə də inkar olmadığına görə enini çıxırıq. Başqa nə qaldı? Başqa bir şey qalmadı. Gəlin tərcüməyə baxaq. Deyir ki, there is no paper left in my desk. Mənim tutaq ki, partamın üstündə kağız vərəq qalmayıb. Go and ask for some more paper. Get biraz daha kağız üçün xahiş elə. They will give us. Onlar bizə verəcəklər. Əgər istənilən qədər varlarıdırsa. Üçüncü tərəfdə en olacaq. Eninin təsdiqdə işlənməsini biraz qarışdıra bilərsiniz. Çünki bu ikinci sualdakı enini yazmamısınız. İstənilən mənasında olanda uşaqlar eni təsdiq cümləsində işlənir. Burada da cavab olacaq Y. Səhv eləmirəmsə 30 da var idi. Language belongs to. Dillər aiddirlər kimə? Bizə. Enidən əvvəl inkar olmalıdır. Avtomatik B getdi. Every'dən sonra of işlənməz. C getdi. Y də getdi. Every of deyə bir şey yoxdur. Language belongs to each of us. Hər birimizə aiddir. Üçüncü tərəfə baxsaq, xəbər biz təkdədir. Xəbəri təkdə olan nədir? Törəmələr. Deməli, cavab nə olacaq? D variantı. Əgər söhbət canlı mübtədadan gedirsə, burada uses yox, use olmalıydı. Ona görə A variantı səhvdir. 30-dan sonra səhv eləmirəmsə 33 var idi. 33-ü biz bir dəfə sizinlə eləmişik də. Hər şey stolun üstündə idi, mən heç nə götürməmişəm. Everything is on the table. I have taken nothing away. A variantı. Enilərdən əvvəl inkar olmalıdır. B, C ona görə gedir. D ilə Y-nin də tərcüməsi düz gəlmir. Daha doğrusu Y-də enidən əvvəl inkar yoxdur. Y ona görə gedir. D-nin də tərcüməsi düz gəlmirdi. 33-dən sonra başqa qalan qaldı, baxın. Zaten 35-ə kimi vermişdim. Qalmadı. İndi baxaq zamanların uzlaşmasına. Vaxtımız var elə. Bütün zamanları. Gələn dərs evə zamanları verəcəm. Yazmağa. Çalışacağım ki, sizə zaman uzlaşmaları ən rahat şəkildə izah edeyim. Bu PDF-dən kənar. Ona görə yanınızda qələminiz, dəftəriniz olsun ki, qeydlərinizi aparasınız. Elə buradan aşağıdan birinci başlayaq qeydlərdən. Sonra baxarıq. PDF-in üstündə. Ümumiyyətcə, yoldaşlar, əgər zaman testlərini həll edirsinizsə, birinci qaydamız
Uzlaşmaya baxmaqdır. Birinci qayda uzlaşmadır. Uzlaşma nə deməkdir? Həmişə deyirik ki, keçmişlə keçmiş uzlaşır. İndiki ilə həm gələcək uzlaşır, həm indiki uzlaşır. Gələcək zamanı isə ancaq indiki zamanla uzlaşır. Yadınızda saxlayın ki, heç vaxt gələcəklə gələcək ola bilməz. Heç vaxt keçmişlə indiki ya da ki, keçmişlə gələcək bir variantda ola bilməz. Zamanları həll edəndə birinci uzlaşmaya baxsaz, variantdan bəzi cümlələri çıxacaqsınız. Bəzi hallarda uzlaşma pozula bilər. Uzlaşmanın pozulduğu tamamlıq budaq cümləsidir. Buradan gəlin yazaq. Uzlaşmanın pozulması. Aid olacaq tamamlıq budaq cümlələrinə. Deyəcəm nə deməkdir. Ümumiyyətcə tamamlıq deyəndə ağlımıza ilk növbədə nəyi sualı gəlir? Çünki bilirik ki, tamamlıq nəyi sualına cavab verir. Əgər mən baş cümləyə sual verəndə nəyi sualı ortaya çıxırsa, deməli o tamamlıq budaq cümləsidir. Nəyi sualı da o vaxt ortaya çıxır ki, feilim təsirlidir. Təsirli feil yazıram bura. Məsələn, deyirəm ki, I want to know. Want yox. Wanted yox, want. I want to know. Mən bilmək istəyirəm. Avtomatik sual çıxır ortaya ki, nəyi? Sonra nöqtələr qoyuram. Yazıram ki, daha doğrusu nöqtələr qoymuram. Yazıram ki, annoyed him. What annoyed him? Onu nə qıcıqlandırmışdı? Bax, baş cümləm oldu indiki zamanda. Amma görün budaq cümləm hansı zamandadır? Keçmişdə. Uzlaşmanın pozula biləcəyi tək variant budur. Tamamlıq budaq cümləsi. Əgər sual verəndə nəyi sualı ortaya çıxırsa, o zaman uzlaşma pozula bilər. Çünki söhbət tamamlıq budaq cümləsindən gedir. Uzlaşma tək burada pozulacaq. Başqa heç bir yerdə gedim keçmişlə indiki yazım, indiki ilə keçmiş yazım, nə bilim keçmişlə gələcək yazım heç vaxt olmaz. Və yaxud da deyirəm ki, I ask, mən soruşuram. Deyirsən ki, nəyi? Who came to party? Partiyə kimin gəldiyini. Baş cümləm indiki zamandadır. İndikidədir. Amma budaq cümləm keçmiş zamandadır. Çünki aska sual verəndə nəyi sual ortaya çıxır? Deməli, bu nədir? Tamamlıq budaq cümləsi. Bu oldu zamanların birinci qaydası. İkinci qayda nədir? İkinci qayda odur ki, ümumiyyətcə zamanlar, zaman uzlaşmaları bağlayıcılarla düzəlir. Bağlayıcılar deyəndə zaman bağlayıcıları hansılardır? When'dir, sonra what time'dır, sonra after'dir, before'dur, sonra since'dir, by the time'dır. Yəni, bunlar zaman bağlayıcılardır. Zaman bağlayıcılarından sonra bitmiş zamanlar və gələcək zaman olmaz. Buradan yazın olmaz. Qəti şəkildə olmaz. Bir dənə istisnamız var. Hansı ki o da after'dir. After'dən sonra amma bitmiş zaman gələ bilər. Buradan da yazıram ki, after plus bitmiş olar. After'dən sonra niyə bitmiş olar? Deməli, zaman oxu deyilən bir şey var, yoldaşlar. O nə deməkdir? Mən bu şəkildə başa salıram həmişə uşaqlara. Yadınızda saxlayın ki, keçmiş bitmişdə baş verən hərəkət, keçmiş sadədə baş verən hərəkətdən əvvəl olur. Birinci bitmişdə olan hərəkət baş verir. İkinci sadə zamanda olan hərəkət baş verir. O nə deməkdir? Deyirəm ki, müəllim otağa daxil olandan sonra uşaqlar ayağa qalxdı. Birinci hansı hərəkət baş verib? Müəllimin otağa daxil olmağı, yoxsa uşaqların ayağa qalxmağı?
Birinci hansı hərəkətdir? Müəllimin otağı ayağa qalxmalıdır. Müəllimin otağa daxil olmağı. Bəli. Onda cümləmiz necə olacaq? Çırpırdım. After, qarışdırdın hə? After the teacher. Onda deməli, teacher'dan sonra gələn feilim nə olacaq? Bitmiş. Had entered the room. Olacaq. Students stood up. Tələbələr ayağa qalxdı. Bax, birinci hərəkətim oldu bitmişdə. Niyə? Çünki birinci müəllim daxil olur, ikinci uşaqlar ayağa qalxır. Ya da ki, after iki cür uzlaşır. Burada had entered'in yerinə entered də yaza bilərsiniz. Tərcümə fərqi olur sadəcə. Birinci kimi tərcümə eləyəndə after the teacher had entered. Müəllim otağa daxil olmuşdu ki, uşaqlar ayağa qalxdı. Ya da deyirsən ki, enteredlə tərcümə eləyəndə müəllim otağa daxil olandan sonra uşaqlar ayağa qalxdı. İkisi də ola bilər. Yəni afterdən sonra ya keçmiş bitmiş olacaq, ikinci tərəfi sadə zaman olacaq. Ya da ki, after'ın hər iki tərəfində keçmiş sadə zaman olacaq. Bir də ki, bir dənə istisnamız, uzlaşmanı pozan istisna. Onu əslində birinci qaydada yazmalıydım. Since'dir, since. Since yeganə zaman bağlayıcısıdır ki, uzlaşmanı pozur. Since'dən sonra, since'in sağ tərəfində ancaq keçmiş sadə zaman görəcəksiniz. Keçmiş sadə. Amma since'in digər tərəfində, yəni sol tərəfində həm indiki bitmiş olar. Və əslində qaydada var, mən özüm yazdım bura. Həm indiki bitmiş olar, həm də keçmiş bitmiş olar. Bu qaydanı özünüzdə qeyd edin. Since yeganə zaman bağlayıcısıdır ki, uzlaşmanı pozur. Buradan yazaq uzlaşmanı pozur, qarışdırmayasınız. Bir də zamanlarla bağlı sizə deyəcəyim, tələbələrin də qarışdırdığı bir siz nədir? Məsələn, tutaq ki, indiki bitmiş zamanda axı deyirik ki, I have played. Atıram da, tutaq ki, I have played. Uşaq gedir, bunun burada idisini görür, deyir, onsuz keçmişdi, keçmişlə uzlaşdırır, olmaz. Yadınızda saxlayın ki, cümlənin hansı zamanda olduğunu göstərən şey onun qabağında gələn köməkçi feildir. Mənim buradakı köməkçi feilim have'dirsə, deməli cümləm indiki zamandadır. Keçmişdə deyil. Buradakı played feilin üçüncü formasını düzəldən bir göstəricidir. Keçmiş zamanın göstəricisi deyil. Bunu yadınızda saxlayın. Buradan yazıram ki, zamanı göstərən köməkçi feildir. Feilin hansı növdə olduğu yox, köməkçi feildir. Bura kimi okeydir hamıya. Əslində bu dediyim qaydaları yadınızda saxlasız zamanlarda problemimiz olmayacaq. Sonra burada bəziləri var, PDF-in üstündən göstərəcəm, zaten hazırdır. Since bax burada var. Buradan baxarsınız since yenə də. Ki, yeganə zaman bağlayıcısıdır ki, uzlaşmanı pozur. Sonra bir də when and while olmalıydı burada. When and while'da da bu qaydanı yazarsınız. Orada what time yazmışdım, onu while eləyərsiniz. When and while'dan sonra bitmişlər və gələcək olmaz. Bu demək olar ki, bütün bağlayıcılara aiddir. Amma bunlarda özəldir. Heç olmaz. Amma bir siz nə ilə qarışdırmayın. When zaman bağlayıcısı olanda özündən sonra gələcək zaman gəlməz. Amma əgər when sual əvəzliyirsə gələcək olar. Siz necə? Tutaq ki, deyirəm ki, when will you come? Nə vaxt gələcəksən? Burada oldu sual əvəzliyi, sual əvəzliyi. Əgər sual əvəzliyidirsə, gələcək zaman olar. Yox, əgər zamanları bir-birinə bağlayıb, iki cümləni bir-birinə bağlayıbsa, onda gələcək zaman olmaz. Bax, məsələn, when and while ikisi də arkan-ərkən anda əndə mənasında işlənir. Tutaq ki, baxaq cümlənin üstündə. I was watching TV, mən televizora baxırdım, while they were reading books, onlar kitab oxuyanda. Və yaxud da, she cut her finger, o barmağını kəsdi, while she was playing with a piece of glass, bir parça şüşə ilə oynayanda. While-la when-in tərəflərində ancaq ya olacaq sadə zaman,
yad olacaq davam edici zaman. Ancaq işlənəcək keçmiş və indiki zamanlar. Gələcək olmaz. Sonra burada başqa uzlaşmaya baxsaq, sinsi dedik. Burada bir də deyəsən by the time olmalıydı. Sinsi dedik, after dedik, when while dedik. By the time-la bu 4 dənə söz qaldı. Bax, uşaqlar bu qaydanı ciddiyə almır bu üçüncüdəkin. Amma testlərdə çox görəcəksiniz. Ən asanı budur. Hardly when'di, scarcely when'di, no sooner than'di, barely when'di. Bunların həmişə nöqtələrdən sonra olan tərəfində, birinci tərəfində olacaq keçmiş bitmiş zaman, when'lərdən və zəndən sonra olacaq keçmiş sadə zaman. Bir dənə no sooner'dı ki, zənlə işlənir. Qalan hardly, scarcely, barely hamısı whenlə işlənir. Və bunlar olan cümlədə ikinci bir inkar olmaz. Çünki bunlar özü inkardır. Bax, məsələn, daha doğrusu hardly, scarcely, barely inkardır, amma no sooner'dən inkarlıq yaratmır. Tərcümə necə olunur? Hardly'dən sonra, hardly'nin ikinci tərəfində olacaq bitmiş zaman, hardly I had finished my job. Deyir ki, mən işimi təzəcə bitirmişdim ki, when. When'dən sonra gələn tərəf nə olmalıdır? Keçmiş sadə zaman. Someone visited me. Kimsə məni ziyarət elədi. Təzəcə, yenicə, hamısı belə tərcümə olunur. Və yaxud da no sooner. No sooner'dan sonra nə olacaq? Keçmiş bitmiş. Had answered. Düzdür. Deyir ki, mən birinci suala təzəcə cavab vermişdim ki, then. Zəni görən kimi ikinci tərəf olacaq keçmiş sadə zaman. Asked. The police officer asked the second one. Polis işçisi ikincini soruşdu. Təzəcə cavab vermişdim ki, ikincini soruşdu. Bir də var by the time. By the time'ın da qaydası konkretdir. By the time'ın sağ tərəfi, ümumiyyətcə bağlayıcıların həmişə sağ tərəfinə baxın. By the time'ın sağ tərəfi keçmiş sadə ya da indiki sadə olacaq. Keçmiş isə aydın məsələdir ki, keçmişlə uzlaşacaq. Hansı keçmişlə? Bitmişlə. İndiki sadə isə gələcək bitmişlə uzlaşacaq. Cümlənin üstündə baxaq. By the time sağ tərəf olacaq sadə. He arrived. Deyir ki, o çatana qədər, by the time qədər kimi tərcümə olunur. O çatana qədər hər kəs yatmışdı, oldu bitmiş zaman. They will have completed. Onlar tamamlamış olacaqlar, gələcək bitmiş. Mənim gözüm by the time axtarır. By the time ortadadır. Deməli, sağ tərəfi nə olacaq? İndiki sadə zaman. Çünki sol tərəfim nə idi? Gələcək bitmiş zaman. Uzlaşmaya bu şəkildə baxacaqsınız. Zaman bağlayıcısının sağı ilə işləyin. Deyir ki, direktor gələnə qədər onlar məqaləni tamamlamış olacaqlar. They will have completed. Gələcək bitmiş zaman. Zaman uzlaşması hamıya aydındır. Problem var. Bir-iki dənə suala baxacağıq onsuz. Təxmini tutduğunuz əsas nöqtələri nədir və nəyə baxmalısınız? İndi sizə bir-iki dənə sual verəcəm. Onsuz evə də verəcəm bu tapşırıqdan. Buna da baxaq, sözləri soruşacağım. Görək, aydın olub yoxsa yox. Məsələn, 11-ci suala baxın. 30 saniyə fikirləşin. Əslində bu nüansa toxunmamışdım. Görüm kim tutacaq.
Əli sən yazmışsan ki, Y variantıdır. Okey. Baş cümləm indikidədir, amma budaq cümləm daha doğrusu ikinci tərəfi keçmiş zamandadır. İndi biz hardan bilək ki, bunu hansına əsasən müəyyənləşdirməliyik? Müəllim, sualı təzədən verə bilərsə, zəhmət olmasa? Bax, deyirəm ki, dırnaq içində verilən cümləm indiki zamandadır. Bəli. Amma bu ikinci tərəf keçmişdədir. Sən hansına əsasən uzlaşdırdın və niyə? Yəni elə bil ki, keçmiş zamanda indiki formada deyib də mən elə başa düşdüm. Ay sağ ol. Bax, bir də ki, uzlaşmanın pozulduğu budur. Dırnaq arasında verilib və kiminsə dilindən deyilən bir şey, müəyyən bir vaxtda deyilən bir şey deyirsə, onda uzlaşma pozulacaq. Plus da ki, zaten dırnağın içindəki cümləm indiki zamandadırsa, indiki ilə uzlaşmalıdır. Ləman yazıb ki, A ilə Y-nin arasında qaldım. A ilə Y-nin fərqi nədir? A indiki bitmiş zamandır. Y indiki bitmişin məchuludur. Məchulda olmalıdır. Niyə? Deyir ki, əsəbləşmə hər şey paketlənib. Demirsən ki, hər şey paketlənib kimsə tərəfindən. Cansızdır deyə öz-özünə paketlənməyəcək ki, kimsə tərəfindən olacaq. Ona görə olacaq has been packed. Əgər buna əsasən götürmüşdünsə, elə düzdür. Müəllim, həm də A variantı passive voice-da deyildi, o səbəbdən E variantı daha doğrudur məncə. Ay sağ ol. Çünki kimsə tərəfindən edilib. Hər şey öz-özünə olmur ki, kimsə tərəfindən olur. Gəlin bir dənəsini də verəcəm keçdiyimiz qaydalardan. Biraz axırlardan verim ki, əvvəllərin evə verəcəm. İfin qaydasını demədim sizə, ifin anlayısın. 47-yə baxaq, elə burada yazarıq. Okey, düz yazmışsınız, A-dır cavab. If və anlayışın uşaqlar qaydası eynidir. Ifin və anlayışın sağ tərəfində indiki sadə olanda sol tərəfində olacaq Gələcək. gələcək sadə. Bəli. Və sağ tərəfində keçmiş sadə olsa, sol tərəfi də keçmişə nəzərən gələcək olacaq. PDF-in içində var bu. Keçən dəfə də demişdik əslində. Keçmişə nəzərən gələcək. Deməli, sağ tərəfində heç vaxt gələcəklər olmaz. Çünki biz dedik ki, zaman bağlayıcılarından sonra gələcək zaman işlənməz. İkinci tərəfə baxanda da animals cəmdədirsə, tək feil ilə işlənməz. B variantını da buna görə çıxırıq. Sonra deyir ki, əgər çirklənmə kontrol altına alınmasa, çoxlu heyvanlar öləcək. Olacaq A variantı. Bir dənəsinə də baxaq, bəsdir. 58-ə də baxaq, bəsdir. Siz yazmışsınız, C-dir. Bax, burada uzlaşmaya görə həvlə voz işlənməz. Uzlaşmaya görə bir dənə bu çıxır, səhv eləmirəmsə. Sonra piramidalar cəmdədir. Cəmdə olduğuna görə voz olmaz. B də gedir, Y də gedir. Mən qalıram A ilə C-nin arasında. Ayda burada feilə görə çıxır. Mən əslində məntiqə görə, başqa şeyə görə vermişdim. Nəysə, iron təkdədir, vör olmaz. A gedir, cavab olur C variantı. Burada bayaq dediyim söhbət də var. Ay sağ ol, before-da var. Bir də ki, bayaq zaman oxu çəkdiyi, dedik ki, bitmişdə olan
hərəkət birinci baş verir? Daha doğrusu keçmiş sadədə olan ikinci baş verir. Birinci baş verən hərəkətimiz hansıdır? Piramidaların tikilməyi. Birinci piramida tikilib, ondan sonra ütü kəşf edilib. Onda deməli piramidanın tikilməsi olacaq bitmiş, ütünün kəşf edilməyi olacaq sadə. Testdən işlədikcə oturacaq, evə də verəcəm hardasa bir 50 dənəsi. Yazarsınız, gələn dəfə səhvlərimizə baxacağıq. İndi rekordu dayandırım. Keçək ən sevdiyimiz hissəyə.